Salam. Mənim kiçik, amma böyük qəlb və fəaliyyət göstərən restoranım var. Hər il Qədirxum günü restoranında müştərilər üçün qiymətlərdə endirim edirəm. Məqsəd sadəcə xidmət göstərmək deyil, yaxşılıq etmək və paylaşmağın sevincini bölüşməkdir. Qədirxum münasibətə yalnız endirim tətbiq etməklə kifayətlənmirik. Hər sifarişdən əldə olunan gəlirin bir hissəsini ehtiyaclı olan ailələrə yardım məqsədilə ayırırıq. Hər Qədirxumda restoranımızda yaranan o səmimi ab-hava, üzlərdəki təbəssüm, sağ olun deyən səmimi səslər bizi bu yola daha da ruhlandırır. Çünki biz inanırıq ki, qazanclardan öncə qazanılan dualar var. Bəlkə də kiçik bir jest bir insanın gününü, hətta həyatını dəyişə bilər. Bəs siz Qədirxumda nə edirsiniz? Salam. Mənim kiçik, amma böyük qəlb və fəaliyyət göstərən restoranım var. Hər il Qədirxum günü restoranında müştərilər üçün qiymətlərdə endirim edirəm. Məqsəd sadəcə xidmət göstərmək deyil, yaxşılıq etmək və paylaşmağın sevincini bölüşməkdir. Qədirxum münasibətə yalnız endirim tətbiq etməklə kifayətlənmirik. Hər sifarişdən əldə olunan gəlirin bir hissəsini ehtiyaclı olan ailələrə yardım məqsədilə ayırırıq. Hər Qədirxumda restoranımızda yaranan o səmimi ab-hava, üzlərdəki təbəssüm, sağ olun deyən səmimi səslər bizi bu yola daha da ruhlandırır. Çünki biz inanırıq ki, qazanclardan öncə qazanılan dualar var. Bəlkə də kiçik bir jest bir insanın gününü, hətta həyatını dəyişə bilər. Bəs siz Qədirxumda nə edirsiniz?